ünvanlaya bilərsiniz. Yeri gəlmişkən, Kamran bəy bir balaca onu saldıq qabağa şikayəti ilə bağlı, amma dinləyicimiz bizə yazmışdı. Bax, 99 illik icarə kənd təsərrüfatı torpaqda ev tikmişi deyir. Burada yüzlərlə belə ev var. Abşeron rayonudur, keçmiş safxoz torpaqları. Biz kateqoriyanı dəyişə bilərik mi? Evə kup çalmaq istəyirik. Bax, bu sual qalmışdı. Buyurun. Bəli, bu suala onun cavab vermək istəyirəm ki, elə əslində mənim öz subyektiv fikrimə görə fərmanın əsas məqsədi məhz bu cür müəllim müraciət elədiyi cür torpaqların bir kənd təsərrüfatı kateqoriyasından yaşayış məntəqəsi torpağının kateqoriyasına köçürməkdir. Əgər müəllim hər şey o yazdığı kimidirsə, bəli, onun böyük bir şansları var ki, o torpaq sahəsi onun torpaq sahəsinin kateqoriyası dəyişdiriləcəkdir. Ayşəyə çıxıb bir dənə də sualdan bir mövzuya toxunmaq istəyirəm. Mənə, yenə deyirəm, mənim bir məlum veb səhifəmdə buna dair məqaləm var. Ona dair həmin məqalə ilə bağlı suallar gəlir. Misal üçün, 2 hektar kənd təsərrüfatı torpaq sahəsi olan şəxs istəyir həmin 2 hektarı eləsin yaşayış məntəqəsini və ya digər təyinatlı torpaq sahəsi eləsin. Hesab edirəm ki, yenə də mənim subyektiv fikrimdir. Bu cür iddiaların, yəni bu cür müraciətlərin yekunu uğursuzluqla nəticələnəcək, yəni təmin olunmayacaq. Çünki əgər kənd təsərrüfatı torpağı kənd təsərrüfata yararlıdırsa, yaşayış məntəqəsindən aralıdırsa, bizim elə bir pay torpağı deyirlər də Azərbaycanda ona çox, amma əsasən kənd təsərrüfatı torpaqdır. Bunun perspektivi azdır, çünki bu cür torpaqlar, yəni dövlətə lazımdır. Bu cür torpaqlar iqtisadiyyatın artımında böyük bir rolu var. Onların dəyişdirilməsi böyük bir qlobal, hətta iqtisadi böhrana gətirib çıxarda bilər. Bu cür 2 hektar, 1 hektar, yəni yuxarı sahəli yaşayış məntəqələrindən aralı olan torpaqları şamil edilmir bu fərman. Bu fərman, bu müəllim adı necədir onun? Bizə yazan dinləyicimizin? Hə, onun uyğundur. Yəni bu şansı kifayət qədər böyüdür ki, o torpaq sahəsinin təminatı dəyişsin. Aha.